Salam qızlar, salamlayıram hər birinizi. Bugün sizə əslində bir daha heç vaxt çəkməyəcəyim sözünü verdiyim bitənlər videosu çəkirəm. Sonuncu bitənlər videomu 4 ay bundan öncə çəkmişdim və həmin videoda məhsulları yığmaq mənə çətin olduğundan bir də belə adlı video çəkməyəcəyimi qeyd eləmişdim. Lakin rus demiş zakon podlosti həmin videonu çəkəndən sonra çox sürətlə məhsullar yığılmağa başladı və 4 ayın içində belə yekə bir torba qədər məhsul yığa bildim. Belə videolar sizə maraqlıdırsa, sona qədər videonu izləməyə davam edin. Əlimə gəldiyi kimi göstərəcəm sizə məhsulları. İlk öncə belə bir bitirdiyim, əslində bunun dibində biraz qalıb, amma mən artıq bunu atıram, çünki istifadə müddəti bitib. Bu antiselülitni обертывание deyirlər buna. Səhv etmirəmsə sarma, bükülmə belə tərcümə olunmalıdır. Bu Organic Shop mağazasının, daha doğrusu stendlərində satılır. Bu əslində mən bildiyim qədər bəli, çox pis yox, çox kəskin kamfer spirt iyi gəlir. Buzdadır da adamı, yəni soyuq bir təsir verirdi. Qışda istifadə etmək üçün heç sevmirdim bunu, buza dönürdüm. Çünki bunu deməli çəkib, üzərindən bu plyonkalardan çəkib saxlamaq lazım idi bədəndə. Amma mən bunu dediyim kimi qışda eləyə bilmirdim, çünki donurdum. Yayda isə yaxşı bir vasitə idi, amma gördüyünüz kimi o qədər də yaxşı olmayıb ki, sona qədər istifadə edə bilməmişəm. Daha sonra 2 ədəd antiperspirant bitirmişəm. Bunlar mənim daima aldığım məhsullardır. İvraşenin 24 saat qorumağını vəd edən, doğrudan da 24 saat yox, amma yəni uzun bir müddət qoruyur. Mən bunlardan çox razıyam. Bu videoda çoxlu sayda əl kremi görəcəksiniz. Bu qış əl kremlərini yemişəm, çox istifadə etmişəm. Bu Isana'nın, bu səhv etmirəmsə bir Alman markasıdır. Mənə də Almaniyadan gəlmişdi. Zeytunlu əl kremi. Bu kremi çox sevdim. Qoxusu yadımda qalmayıb, iyniyim. Çox fresh bir qoxusu var, belə ağır yoxdur. Krem özü isə biraz ağır krem idi. Mən bunu əsasən gecə yatmamışdan öncə əllərimə istifadə edirdim. Evdə səhv etmirəmsə biri də olmalıdır. Onu da sevirək istifadə edəcəm. Baxım əl kremi nə görürəm burada. Bir dəfəlik hamısını göstərim. Belə bir artıq başını kəsib içindən çıxartdığım bir krem. Bu Bath & Body Works'un bir kremidir. Bunu mən set içində almışdım. Bir setdən çıxmışdı. Mandalin qoxuluydu. Çox qəşəng qoxusu var idi. Bu da nisbətən ağır krem idi. Bunu da gecələr daha çox istifadə etməyi sevirdim. Bitdi. Rastıma çıxsa ala bilərəm yenidən. Daha sonra yenə əl kremi göstərim. İvraşenin bir əl kremidir. Bunu heç də çox, daha doğrusu sevmədim. Həm qoxusundan dolayı, bu nə meyvəsidir? Blackberry. Yəni qarağat, səhv etmirəmsə belə gedir adı. Qoxusunu dediyim kimi heç sevmədim. Çox su teksturalı idi. Heç yaxşı nəmləndirdiyini də deyə bilməyəcəm. Yəni çox razı qalmadım. Balaca boydu məndəki, böyük boyunda almağı düşünmürəm. Əl kremləri başqa hələ ki gözümə dəymir. Bir ədəd ayaq kremi bitirdim. Bu yenə də Organic Shop'dan idi. Mən bu nəmləndirməsini bəyəndim. Mən razı idim. Severək istifadə edirdim. Qoxusu biraz mentollu kimidir. Yəni narahat edici bir qoxusu yoxdur. Mən severək istifadə etdim və bitirdim. Bunu da gərək kəsim sona kimi istifadə edeyim. Daha sonra bir ədəd belə bir Johnson's Baby'nin uşaqlar üçün olan şampununu bitirmişəm. Mən bu şampunu fırçalarımı yumaq üçün istifadə edirdim. Fırçalar yumaq üçün hər hansı bir uşaq şampunundan istifadə edə bilərsiniz. Hal-hazırda da əlimdə başqa firmanın var. Amma yəni pis məhsul deyildi, istifadə edib bitirdim. Fırçalarınızı belə məhsullarla yumağınızı məsləhət görürəm. Çünki belə bir logika var da, uşağın saçını incitməyəcək bir şampun mənim fırçalarıma da zərər verməz deyə belə bir şampunlar almağa davam edirəm. Növbəti göstərəcəyim, bitməyinə çox heyfsləndiyim bir nəmləndirici kremdir. Shiseido'nun Ibuki seriyasından olan. Bu kremi mən çox bəyənirdim. Çox qoxusu da hələ də qalıb. Qoxusunu da çox sevirəm. Üzün nəmləndirməsi əladır. Mən bunu həm gündüz, həm gecə istifadə edirdim rahatlıqla. Tonal kremin altından istifadə etmək üçün çox yararlı bir krem idi. Hal-hazırda Ibuki seriyasının başqa bir nəmləndiricisini istifadə edirəm. Amma ilk fürsətdə bunu yenidən alacağım. Bunu çox bəyəndim. Sonra belə bir üstündə saçım olan peelingdir də bu. Peeling bitirmişəm. Bu da yenə İvraşa markasındandır. Bunun dənəcikləri çox incədir. Əgər dəriniz həssas, qurudursa, mən sizə məsləhət görərdim bu peelingi. Dərinizi əsla
necə deyim, incitmədən bu işləmi aparacaq. Mən çox razıyam. Hal-hazırda əlimdə başqa bir peeling var. O bitəndən sonra yenidən bunu ala bilərəm. Çox razıyam bundan. Görək nələr var burada. Bir ədəd Batiste firmasının quru şampununu bitirmişəm. Əlimdə yenə də var bunlardan. Bunu çox sevirəm. Məndə olan blush, bəli, blush olan versiyasıdır. Qoxusu yadıma gəlmir. Səhv etmirəmsə heç bunun bir qoxusu yox idi. Quru şampun, yəni hamının bildiyi kimi saçlarımızı bir günlük xilas edən bir vasitə. Dediyim kimi bitdikcə yenə alıram. İstifadə etdiyim quru şampunlar içərisində ən xoşuma gələni bu oldu. Sonra belə bir göz kremi bitirmişəm. Bu H2O Plus markasının ayrı bir göz kremidir. Bundan da çox razıydım. Teksturası gel şəklində idi. Uzun müddət getmədi. Belə bir mənfi tərəfi oldu ki, çox tez bitdi. Yəni su teksturalı olduğu üçün siz nə qədər çox götürdüyünüzün fərqində olmursunuz. Yəni krem məhsullar elədir ki, o artıq olanda yağlanmaq kimi bir, yəni görürsünüz ki, artıq hopmur da dəriyə. Yəni hiss olunur ki, çox götürmüsünüz və gələn dəfə bunu nəzərə alıb kremdən balaca götürürsünüz. Necə bir məntiq oldusa. Amma bu su formasında olduğu üçün nə qədər eləsə də sizə artıq kimi gəlmirdi və löp barmağımla eləmirdim. Yəni o xüsusi qaşıqla çox istifadə edirdim və ona görə də çox tez bitdim. Abıçını mən göz kremlərini 3 ay, 4 ay hətta istifadə edirəm. Amma bu demək olar ki, 2 aya bitdi. Amma yaxşı bir krem idi. Çox yüngül teksturalı idi. Əgər yaşınız 18 yaşdan 25 yaşa, 24 yaşa kimisinizsə, mən bu kremi sizə məsləhət görərdim. Daha bir nəmləndirici krem isə Ivraşe markasındandır. Yenə də bu aktiv sensitiv seriyasından olan, yəni həssas dərilər üçün. Mən bu dərim həssasdır. Bu səhv etmirəmsə qırmızı, bəli, qırmızılıqları da aradan, bu yanaqda olan qırmızılıq, əslində bu yaxşı bir şeydir, amma mən sevmirəm. Çox qızarır yanaqlarım. Onu aradan qaldırmaq üçündür. Aradan qaldırırdım mı soruşsaz, yox deyərdim. Aradan qaldırmırdım, amma nəmləndirici olaraq yaxşı idi. Shiseido'dan biraz daha qatı tərkibə malik idi. Ona görə buna əsasən gecələr istifadə edirdim. Bir nəmləndirici daha, kiçik boy, belə bir Chanel'in, bunu da kəsmişəm. Chanel'in kiçik bir nəmləndiricisidir. Bunun qoxusunu bəyənmədim niyəsə. Çox qəribə qoxusu var idi və biraz yapışqan kimi idi üzdə. Əslində bu istifadə müddətinin bitdiyini düşünürdüm, amma baxdım, yəni üstündə var idi istifadə müddəti. Yəqin ki, teksturası belə idi, amma mən bəyənmədim. Belə bir yenə də H2O Plus markasından saç balzamı bitirmişəm. Yox, bu şampundur. Balzamı da hal-hazırda vanna otağımda çox az qalıb. Amma yenə də onu göstərmək istəmədim, tam bitməyib deyə. İkisindən də çox razıyam. Saçlarımı əla yumuşaldırdı. Çox gözəl, fresh ətirləri var idi. Təəssüf ki, H2O Plus markası Bakıda, ümumiyyətlə Azərbaycanda satılmır və əslində çox da məşhur deyil. Amma internetdə biraz araşdırsaq, həqiqətən də çox təbii tərkibli məhsulları var. Yolum düşsə, əgər inşallah, mən mütləq bundan yenə alacağım. Çox razı qaldım bu şampundan. Belə bir gül suyu bitirmişəm. Tires, düz oxuyuram, ümid edirəm adının, markasının. Bunlar iHerb saytında satılır. Mən hal-hazırda əlimdə xiyarlı olan bir tonik var. O bitəndən sonra yenidən bu qızıl güllü olanı alacağım. Çünki bunu ondan daha çox sevdiyimi düşünürəm. Sırf qoxusuna görə, yəni digərinə xiyar qoxusu gəlir, bundan isə gül qoxusu gəlir. Yəni aradakı fərqi artıq yəqin ki, hiss elədiniz. Ona görə bitəndən sonra əlimdəki bunu mütləq alacağım. Gül suyunu çox sevirəm mən. Daima da bitirirəm, tez-tez bitirirəm. Növbəti bir tonik isə Bobbi Brown markasından olan belə bir tonikdir. Çox bərəkətli məhsul idi, ilk öncə onu deyim. Hardasa 1 ilə yaxın mən istifadə etdim və çox da razıyam. Bu da xiyar ekstraktlı idi. Amma bundan əsla xiyar iyi gəlmirdi. Əksinə çox gözəl qoxusu. Çox gözəl bir fresh qoxusu var. Qiyməti biraz baha olduğu üçün bu, yəni qaçıb həmən ala biləcəyim bir məhsul deyil. Amma yolum əgər xaricə düşsə, daha münasib qiymətə görsəm, çünki mən bu Bakıdan çox belə baha qiymət almışdım. Əgər xaricdə biraz daha münasib qiymətə görsəm, bunu mütləq alacağım. Çox sevirəm. Hal-hazırda bunun üst təmizləmə vasitəsi də var məndə. Hər ikisini eyni anda istifadə edəndə doğrudan çox əla effekt verirdi. Amma qiyməti təəssüf ki, biraz bahadır. Belə bir micellar su bitirmişəm. Mən bunları tez-tez alıram. Ivraşe markasındandır. Bu həm üz, həm göz, həm dodaqlar üçün. Amma mən bunu yalnız üzümü silmək üçün istifadə edirəm. Çox razıyam. Təbii tərkiblidir. Bu nə otudur belə?
Bilmem, fransız dilində yazılıb, heç nə başa düşmürəm, amma nəsə otlardan ibarət olduğu deyilir. Hə, bir əl kremi daha. Bu da Yves Rocher'in artıq belə deyək ki, Riche seriyasına aid bir əl kremidir. Bu əslində qırışlara qarşı bir əl kremidir. Yəni bunu əsasən anam istifadə edir, amma mən qışda çox əllərim bu il dəhşətli dərəcədə çox quruduğu üçün həftədə bir dəfə mən də bu kremdən istifadə edirəm və həmən yumşaldığını hiss edirsiniz. Yəni fərqi həmən saniyə görürsüz. Çox sevirəm bu kremi. Evdə 3-4 dənə də olmalıdır deyəsən. Çünki son dəfə alanda qız dedi ki, bir daha olmayacaq. Bilmirəm, yalan dedi, doğru dedi. Bizdən nə var etsə hamısını aldıq. Belə bir məhsul bitirmişəm. Ingrid'in bu Atiston lak təmizləyici vasitəsi. Yaxşı bir vasitə idi. Yəni Atiston üzərində çox da durmayacağam. Rastıma hansı çıxırsa onları alıram. Lancome'dan belə bir 2 fazalı mini boy göz makyaj təmizləyicisi bitirmişəm. Yaxşı bir vasitə idi. Bu hansı setdən mənə çıxmışdı. Qabına atmıram, dəyərləndirəcəm. Çünki yoxlamışım, səyahətdə su buraxmır. Balaca bir nəsə töküb aparmaq üçün. Yaxşı bir məhsul idi. Gözlərimi yandırmırdı və əsla yağlılıq hissi buraxmırdı. Böyük boyunu almağı düşünəcəyim bir məhsuldur. Və yerdə qalanlar dekorativ kosmetika aiddir. 3 ədəd maskara bitirmişəm. Ən tez bitən məhsullardan biridir maskara. Birincisi L'Oreal'ın Mega Volume Miss Manga adlı bir maskarası. Mən bununla şəkil qoyanda Instagrama bir çox xanımlar bəyənmədilər effektini. Dedilər ki, çox yapışdırır. Bəli, 2-3 qat çəkdiyinizdə doğrudan da kipriklərinizin bir-birinə yapışdırır. Amma bir qat səliqəli çəkən zaman mənim şəxsən çox xoşuma gəlirdi. Kipriklərimə çox qəşəng həcm verirdi. Mən razıyam, bilmirəm, bitib, yəni yenisini əlimdəki maskaralar bitən zaman almağı düşünürəm. Bu arada fırçasını da sizə göstərim. Bilmirəm, görünür ya yox, silikon belə bir fırçaya sahibidir. Növbəti bir maskara Oriflame'in The One seriyasından olan bir maskara. Bunu mən çox bəyəndim. Heyf ki, Oriflame'in mağazası yoxdur. Yəni qaçıb ala biləcəyim bir mağazası yoxdur. Sifarişdən də, düzü sifarişdə də biraz tənbəllik edirəm. Bunun da fırçası belədir. Bu əsla kiprikləri bir-birinə yapışdırmırdı. Çox qəşəng darıyırdı. Kiprikləri uzadırdı. Həcm də verirdi. Mən çox razıyam. Qiyməti də çox münasibdir. Əgər əliniz çatırsa mütləq alıb yoxlamağı sizə məsləhət görürəm. Sonuncu maskara isə MAC-dan The False Lash adlı maskaradır. Mini boydur məndəki. Fırçası belə göstərim sizə. Bu da yaxşı maskaraydı. Mini boy olduğu üçün çox tez bitdi. Bir həftə istifadə etdim. Səhv etmirəmsə bitdi. Belə bir, əslində bu bitməyib. Yəni bitib, amma qırıldı içindəki. Mən bir dəfə bunu preslədim. İkinci dəfə yenə qırıldı və artıq presləmək fikrindən vazgeçdim. The Balm'ın Mary Luminizer-ı aydınlatıcısı. Mən bu aydınlatıcını çox sevirəm. Bir paletin içində bundan olduğu üçün hal-hazırda almağı düşünmürəm. Amma o bitəndən sonra mütləq yenidən bunu alıb artıq qorumağı düşünürəm. Çünki biraz deyəsən məndə oldu günah. Ora-bura atdım və qırıldı. Və sonuncu məhsul isə bir parfümdür. Chanel-dən belə bir ətir bitirmişəm. Bu bej adlanır bu ətir. Çox gözəl qoxusu var idi. Tam qışa uyğun, biraz tünd, biraz şəkərli bir qoxusu var deyərdim. Bunu bildiyim qədər bizdə satılmır. Mən də xaricdən almışdım. Amma əgər rastınıza çıxsa, bunun başqa bir versiyası da var. Gardenia adlanır, o da məndə var. İkisindən birini mütləq almağınızı məsləhət görürəm. Çox gözəl qoxuları var. Yəni o tipik Chanel qoxularından kənara çıxan bir qoxulardır. Bir nəzər yetirməyinizi tövsiyə edərdim. Bu qədər, baxım heç nə qalmadı. Xeyr, blokum artıq tamamilə boşaldı. Bu qədər qızlar. Ümid edirəm ki, videomu bəyəndiniz. Əgər bəyəndinizsə, like edib kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.